Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Savalan yaşayış massivində bir məhəllənin içində nə az nə çox düz 5 dənə həyət evi satılır. 6 dənə idi, biri satıldı. Kim alıbsa Allah xeyrini versin inşallah. Savalanın tam mərkəzi, yola yaxın, məktəbə yaxın 139 saylı marşrut yolundan cəmi 100 metr məsafədə. 2 dənə əkiz evi sizə paylaşacağım. Bu evlə üzbəüz ev var və bunlar eyni evlərdir. Əkiz müştərilərim gəlib bu 2 dənə evi ala bilər. 2 sot torpaq sahəsində yerdə 8-9 daş kürsüdədir. 3 otaqlıdır, 100 kvadratdır. Padvala giriş var, evin çardağına giriş var. Ətrafına keçmək üçün də zabordan geniş məsafəsi saxlanılıb. Evin padvalından keçid edərək də otaqların hamısının alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Həyət tam daşdır, həyətinə də bir neçə maşın tam rahatlıqla daxil ola bilir. Qazı, suyu, işığı daimidir, sayğaclarının hamısı qoyulub. Çardağa da girişi var. Baxın, bu ev həm proyekti eynidir, həm rəngi eynidir, üstəlik də qiyməti eynidir. Bir dənə fərq ondadır ki, sənədləri ayrı-ayrı paket kupçadır. Həm evin, həm də torpağın kupçasıdır. Bir daha qeyd edirəm, 2 sotun içindədir, 3 otaqlıdır, dəhliz sistemlidir. Dəhlizə daxil olduq, sağda gəlir evin mətbəxi. Yerdə kafe hissəsi var, mebel arası, kafeyə qədər hamısı var. Kombi xətti çəkilib. Evin tikintisi zamanı ən yüksək keyfiyyətli materiallardan istifadə olunub. Solda isə gəlir geniş bir qonaq otağımız. Pollar laminatdır. Bura yataq otağı. Hər bir divarı qoşadaş, evin altı betondur, üstü isə kəmərdir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaclarının hamısı var. Əziz izləyicilərim, evin qiyməti 85 min manatla satışa çıxıb. Real alıcılar olsa, qəşəng də qiymətdə endirim olunacaq evin sahibi tərəfindən. İzlədiyiniz üçün təşəkkür edirəm. Əlavə nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın.